Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Cemaat kardeşlerim, bacılarım. İnşallah biz istedik vaazı nasihat ile mehble bizim dilde, Azerbaycan dilde, Türk dilde. Ne için ise çoğu bakadı girer internete, ham orus dilde de videolar da biz istedik bizim dillere dime koy. Büyükler de baksın, küçükler de baksın. Olmasa bizim dilimiz doğrusu ite var kardeşler. İte de çoğu sözler orus dilde ispozavatladık biz. Onun için bizim dil ite de itmesin de hebledarca biz inşallah bizim dilde Allah koysa bazen nasihat vereceği videolarda. Bismillah ve elhamdülillah ve salatu ve selamu ala Resulillah amma ba'd. Cemaat kardeşler. İnşallah Rahman istedim ki size vaazı nasihatleme bizim günahlarımızdan ötürü. Biz günahlardan korkmalıyız cemaat kardeşler. Allah Kur'an'da da dedi: "Euzubillahimineşşeytanirracim. Felyahzarillezine yuhalifun an emrihi an tusibahum fitnetun ev yusibahum azabun alim." Sen Muhammed Peygamber sallallahu aleyhi ve sellem muğayattur diginen Allah diyenlere ilemeyenleri, Allah diyeni ilemeyenlere muğayattur diginen sen. Olması onların başına gelecek bala bu dünyada, gelmese bu dünyada ahirette gelecek yaman ağırtan azap. Yaman büyük ağırtan azap. Onun için kardeşler biz günahlarımızdan korkmalıyız. Günahları da az deme lazım bize. Biz bugün hele hala düşmüşük doğrusu. Büyük günahları, hardaki yaman günahları spokojno eləyərik, tələsməyə, qorxmaya, gülə-gülə, sövünə-sövünə. Estağfirullah. Peygamber sallallahu aleyhi ve sellem hadisinde dedi: "Attatis sama ve hukka laha an ta'idda." Gökler terpenedi. Düşme kaldı gökler. Düzleyip terpenen. "Vellezî nefsi biyedihi ma fiha mevdu arba asabi illa ve melekun sacid lillahi teala ev qaimun ev raki'un." Ne için dese dedi Peygamber sallallahu aleyhi ve sellem. Bütün gökler doluttu meleklerden. Bir melek surdadadı, bir melek ayaktadır ibadetleri, bir melek ruku'a gitti. Bütün gökler o meleklerin vesinden düşmeye kaldı. وَلَوْ تَعْلَمُونَ مَا أَعْلَمْ لَضَحِكْتُمْ قَلِيلًا وَلَبَكَيْتُمْ كَثِيرًا dedi Peygamber sallallahu aleyhi ve sellem. Eğer siz ben bilseydiniz, siz az gülerydiniz, çok yığlarydınız. Eğer ben bilseydiniz. Derşi Peygamber sallallahu aleyhi ve sellem dedi, siz korkunun gücünden kalkaydınız dağın başına. Korkudan Allah'tan isteydiniz bir yaşınma bir yer. Allah'ın azabından korkup. Hele hara düşerdiniz siz eğer bilseydiniz ben bileni siz hele aldıvaydınız. Başka rivayette Peygamber dedi: "La tadruna tancuna ev la tancuna." Siz bilmez ki daha siz kıyamet günü salamat kalacaksınız mı Allah'ın azabından yoksa yok. Siz bilmez onu. Bilmezsiniz de korkmayan günahlarla yaşıyorsunuz. Bakr İbn Abdullah el-Muzani benim bir büyük alim vardı o zaman. Salaf-ı salihlardan idi. O diyedi: "Man atal hati'ate ve huve yadhaku." Kim eğer günah ilese güle sövüne dakhalan nara ve huve yabki. O girecek cehenneme yığlaya. Onun için bizim Peygamberimizin sallallahu aleyhi ve sellem ashabı Şaddad ibn Avs radıyallahu anh diyedi: "Siz ele büyük günahlarla yaşıyorsunuz. Ona bile tükten de nazik sayasınız siz. Yani böyle melaç sayasınız." Biz Peygamberin zamanında sallallahu aleyhi ve sellem onları böyle en büyük günahlardan sayıyorduk. Doğrudan da hele kardeşler, eğer biz fikirleşsek indi, biz günahı gıybet, buhtan, yalan demek, zinalemek, içmek, çekmek, onlar başı hele adamlar var estağfurullah günaha saymadı. Eğer biz baksak bizim salaf-ı salihlarımıza, bizim dede babalarımıza onlar neydi? Onlar çok korkuyordu günahlardan. Alıp baksa özünün ömrüne günahlar diye ki ilemeydi, hele korkuyordu günahlardan. Mesela için Abu Bakr radıyallahu anh. Abu Bakr radıyallahu anh Peygamber demişti sağ varlığı Abu Bakr fil cennet. Abu Bakr'ın yeri cennetti. Abu Bakr sağ varlığı helen bileydi işte düşecek cennete. Hele olsa da Abu Bakr radıyallahu anh böyle uverinli gezmeydi Abu Bakr. Sürünü Allah'tan korkuyordu. Bakın Abu Bakr radıyallahu anh ne dedi? Göret dedi bir gün Abu Bakr
Gökdə 3-ə. Deyədi quşa. Ləytəni kuntu misləkə ya tayru. Səni kimi olsaydı mən nə olaydı qarı, ey quş? Və ləm uxləq başara. Yaranmasaydım, ha bu mən insan yaranmayıb olsam, səni kimi quş olub olsam nə olaydı qarı? Həblə bir meştat eləydi Əbu Bakır radiyallahu anh. Biz dedik ki, Əbu Bakır sağ varlı hələm Peyğəmbər sallallahu aleyhi ve sellem ona demişdi, sən cənnətə düşəcəksən deyə. Hələ olsa bax necə qorxadı Əbu Bakır radiyallahu anhu. Peyğəmbərlərdən sonra ən yaxşı adam dünyada Əbu Bakır sayılır. Siz bilin ki, qardaşlar və bacılar. Alayıq Umarı radiyallahu anhu. Umar ibn Xattab. Əbu Bakırdan sonra gələn ən yaxşı adamdır dünyada Peyğəmbərlərdən sonra. O ölən vaxtı biz bilədik onu gəlib xiyanat eləyib, xiyanatla gəlib ardından bıçaq soxub, sabah namazda, namaz üstə öldürdülər onu soxub bıçağı. O yatıb ölən vaxtı dedi, ey Umar ibn Xattab oğluna dedi, al mənim başımı qoy cəbara, mən surzada ölməz diləm. Umar Asxab dedi, vayli və ayyu vaylin inləm yərhamni. Mən batmışam, dedi Umar Asxab, mən batmışam, əgər məni Allah rəhmisindən verməsə. Məni Allah rəhm eləməsə, mən batmışam, dedi Umar ibn Xattab. O sözləri eşitib İbn Abbas yanındakı deyədi, ma hədəl xavfu ya amiral müminin. Nə qorxasan qar ya amiral müminin. Necə sən belə qorxasan? Qad fatahallahu bikəl futuh və masara bikəl amsar və fa'lə bikə və fa'lə. Həblə sözlər deyə başladı İbn Abbas. Sən nə üçün həblə qorxasan? Səndən sonra Allah çox şəhərlər açıtdı, çox cəmaat İslam qəbul etdi. Səndən sonra Allah ələl etdi, bələl etdi də həblə qafilə başladı İbn Abbas Umar ibn Xattab'a radiyallahu anhuma. Ondan sonra Umar Asxab eşitib onu dedi. Vadattu an ancuva la aleyyə və la li. Mən bu saat istəyirəm prosta salamat çıxma, sağ salamat Allahdan qiyamat gün. Mən istəmirəm bu saat nə zuvab, nə qunaq, mən prosta sağ salamat çıxma istəyirəm qiyamat gün Allahın azabından. Hələ qorxuladı Umar ibn Xattab radiyallahu anhu. Alayıq Osmanı, Osman ibn Affan, 3-cü adam, Peyğəmbərlərdən sonra gələn ən yaxşı adam, 3-cü dünyada. Osman radiyallahu anhu deyədi, Vadattu anni izə mittu ləm ubəth. İstəydim ki, mən ölən sonra Allah məni qəbirdən durğuzmasın qiyamat günə. İstəydim ki, dəblə meştat ilə oldu Osman radiyallahu anhu. Hələ qorxuldu Allahdan. Abu Bakır da, Umarı da, Osmanı da, Ali'nin da radiyallahu anhum əcmain Allah cənnət əbişatl etdi bu dünyada hələm. Bu dünyada sağ varlı olar hələm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyildi. Abu Bakr fil cənnə, Umar fil cənnə, Osman fil cənnə, Ali fil cənnə. Dördünə də cənnət var. Nə olar hələ bərk qorxu idi. Ali Asxab da qorxu idi. Ali Asxab da qorxu idi. Namaz üstə hələ yığılıydı dedi. Oturan yeri, namaz qılan yeri biz yaşdan dolu idi belə, sudan. Yaşlar tökülüydü, dolu idi biz, su olaydı dedi. Namaz qılan yeri Ali Asxabın radiyallahu anhu. Allah'ına məsəl üçün İmam Ahmad ibn Hanbali o bax nə dedi? Al-xavfu yamna'uni min akli ta'ami və şərabi fama aştahihi. Allah'tan qorxmaq məni saxlayadı iməşəkdən, sudan, iməkdən, içməkdən saxlayat dedi Allah'tan qorxmaq. Mən hələ halda o adam, o iməyin, içməyin hayında olmadan mən dedi Allah'tan qorxuma başlayanda. Biz heç hələ oladıq mı qardaşlar? Davay hamımız öz-özümüzdə soruşaq. Biz heç hələ oladıq mı? Biz ha zaman apetitimiz itədik, ha zaman biz iməyin, içməyin hayında olmayadıq. Bizim borclarımız olanda, öv tikə bilmədik olsa, darvazamız abışın darvaza olsa, Bələsiyə Xristiyasin darvaza döqd olsa, azbar bacamız düzəlməyid olsa, öylərimiz başqalarından böyük döqd olsa, onda biz astagfirullah, dərddə, fikirdə, iməyin də, içməyin də hayında olmayadıq. Allah'tan qorxanlar az deyindi. Allah kömək olsun ya Allah bizə. Allah'tan qorxma, dehavlar kimi, xətəb, yegən havlar kimi ola bilmədik olsa, bu xətəbi havlara oxşayan cürə olayıq. Amin ya Allah. Biz hərdən bir qardaşlar, Allahın qabağında dua eləyən vaxtı, doğrudan da həblə açıb əllərimiz dua eləyəndə yığılama istirahət sələməliyik. Yığılayıb Allah'tan tövbəyə qayıtma, Allah'tan istəmə bizim günahlarımız keçsin deyə. Peyğəmbər sallallahu aleyhi ve sellem hadisində deyədi, İmam Tirmizi qafilən hadisdir.
La yelicu en yedhulen nara raculun baka min haşyetillah teala hatta yaudel leban fil dire. Eğer bir musulman adam Allahın qabağında qorxub yığlasa, bir yaxşı ürəkdən yığlasa, Allahın qabağında qorxub Allahdan, ona dedi cəhənnəm otu değməz, o heyvandan çıxan süd qayıtıb içinə girməyə. Biz bilədik, o süd qayıtıb içinə girməyə də elə şey olmayadı. Onun üçün Peyğəmbər sallallahu aleyhi ve sellem deyən sözüdür. Ona heç değməz cəhənnəm otu. Bir zamanda da ona değməz cəhənnəm otu. Əgər qorxub Allahdan sıxt ürəklə yığlasa Allahın qabağında tövbəyə qayıtıb. Günlərin bir günü İmam Gazali qafiləyədir. Sufyan-ı Thavri radiyallahu anhu girət dedi gəzməyə Cəfər-ü Sadiqin yanına. Peyğəmbərin nüvəsinin nüvəsi idi Cəfər-ü Sadiq. Girət onun yanına deyir, Yəbnə Rasulillah, ey Peyğəmbərin oğlu Avsini mənə bir vəsiyyətlə. Cəfər-ü Sadiq radiyallahu anhu dedi, ya Sufyan, la muru'ata li kadubin. Ey Sufyan, heç ömründə kişilik çıxmaz yalancıdan. Və la rahata li hasudin. Ömründə belə rahat tapmaz göz götərməyən adam. Və la ixa'a li malulin. Ömründə belə qardaş, dost çıxmaz belə sabr olmayan adamdan. Və la su'duda li seyyil xuluq. Böyüklük ilə bilməz ömründə heç bir zamanda da yaman xəsəti ilə olan adam. O böyüklük ilə bilməz. Bax necə gözəl düpbəli sözlər dedi. Allah kömək olsun ya Allah, qardaşlarım, hamı bacılarım da bizə Allahdan qorxan qullarından eləmə bizi. Amin ya Allah. Allah hər eləsin bizi, biz Allahdan qorxub, Allahın qabağında titriyək əvlə, yığılıyıq, tövbəyə qayıtanlardan eləsin bizi. Allah bizi eləsin ya Allah, necə biz qunaf eləyədik, sonra qoyadıq, dağa da qayıtadıq qunafa, eləyədik, dağa da qayıtadıq, çox qunaflar eləyədik, necə eləyədik, bizi ya Allah, Allah eləsin, hələ çox tövbəyə qayıtanlardan da. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, İbn Əbu Dünya qafilən hadisdə, İzə şəarra cəsadul abdi min məxafətilləhi azza və cəllə. Əgər Allahın qulluları Allahın qabağında qorxub, titrəsə, həblə qorxub Allahın qabağında yığlasa, titrəsə, təhatət anhu xatayahu, bütün onların qunafları cəmdəyindən tökülər. Kəmə yətəhatu anişşəcərətil yəbisəti varaquha. Necə dedi o quruyan yarpaqlar tirəkdən tökülədi, hələ onların cəmdəyindən də dedi, bütün qunaflar tökülər inşallah rəhman. Ya Allah bizi Allah həblərindən eləsin cəmaət qardaşlar. Velhamdülillahi Rabbil alemin.